Azərbaycan SSR xalq artisti Zemfira Əliyeva. Zemfira Məmmədəli qızı Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə Dövlət Dram Teatrının aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında ona Cəfər Cabbarlının Solğun Çiçəklər melodramasında Sara rolu tapşırılıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun Vaqif, Viktor Rozovun Sabahın Xeyir, Əfqan Əsgərovun Qız Atası əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb. Bir neçə televiziya tamaşalarında və filmdə rol alıb. Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan Dövlət Muxtar Dram Teatrının truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1980-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 20 noyabr 1995-ci ildə Bakıda vəfat edib. Aktrisa Zemfira Əliyeva aktyor, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub. Allah rəhmət eləsin.